Müğənni Aysun İsmailovanın səhnə rəqsi müzakirələrə səbəb olub. Bugün TV xəbər verir ki, onun səhnə performansı sosial şəbəkədə gündəm olub. Məlumata görə, sənətçi paytaxtdakı məkanlardan birində səhnə alıb. Onun ifası zamanı etdiyi rəqs hərəkətləri tamaşaçılar tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Görüntülər sosial mediada yayıldıqdan sonra izləyicilər arasında mübahisələr yaranıb. Bəziləri Aysunun çıxışını bəyənsə də, digərləri ifasını omba rəqsinə görə tənqid ediblər. Hüsniyyə Salmanova, Bugün TV.